Qoç. Səhər saatlarında qarşınıza çıxan ilk fürsəti dəyərləndirmək üçün yüksək enerjinizi işə salmalısınız. Karyera pillələrində irəliləmək istəyirsinizsə, köhnə üsulları bir kənara qoyub yeni strategiyalar axtarmağın tam vaxtıdır. Maliyyə məsələlərində gözlənilməz xərclər sizi təşvişə sala bilər, lakin ehtiyat planınız sizi xilas edəcək. Pulunuzu riskli investisiyalardan uzaq tutmaq, gələcək aylar üçün daha etibarlı bir zəmin yaradacaq. Sevgi münasibətlərində tərəfdaşınızla keçdiyiniz sınaqlar əlaqələrinizi daha da möhkəmləndirəcək. Əgər subaysınızsa, gözlənilməz bir məkanda tanış olacağınız insan həyata baxışınızı dəyişə bilər. Daxili motivasiyanızı qorumaq üçün hər səhər özünüzə kiçik hədəflər təyin edin. Psixoloji olaraq özünüzü narahat hiss etdiyiniz məqamlarda təbiətə çıxmaq və ya təmiz hava almaq ən yaxşı dərmandır. Sosial əlaqələrinizdə qarşınıza çıxan yeni insanları tez bir zamanda mühakimə etməkdən çəkinin. Ətrafınızdakilarla ünsiyyət qurarkən empatiya qabiliyyətinizi ön plana çəkmək faydalı olacaq. Həyatın gözlənilməz sürprizlərinə qarşı hər zaman hazır olmaq sizi stressdən qoruyar. İş yoldaşlarınızla aranızda yarana biləcək kiçik anlaşılmazlıqları dərhal həll etməyə çalışın. Gəlirlərinizi artırmaq üçün əlavə layihələrə baxmaq və ya təhsilinizi genişləndirmək məsləhətdir. Sevdiyiniz insanla səmimi söhbətlər aparmaq aranızdakı soyuqluğu aradan qaldıracaq. Ruhunuzu qidalandıran hobbilərə vaxt ayırmaq enerjinizi bərpa etməyə kömək edəcək. Səhhətinizlə bağlı kiçik xəbərdarlıqlara qulaq asmaq və yuxu rejimini tənzimləmək vacibdir. Hər hansı bir sənəd imzalayarkən diqqətli olmaq gələcək hüquqi problemlərin qarşısını alacaq. Ailə üzvlərinizlə keçirəcəyiniz vaxt sizə daxili rahatlıq və güc verəcəkdir. Gözlənilməz bir səyahət təklifi ilə qarşılaşa bilərsiniz, qərar verməzdən əvvəl bütün detalları ölçüb biçin. Şəxsi inkişafınıza sərmayə qoymaq uzun müddətli perspektivdə sizə böyük dividendlər qazandıracaq. Buğa. Həftənin ilk iş günü üçün planlaşdırdığınız layihələrdə səbirli olmaq uğurun açarıdır. Karyeranızda sabitliyi qorumaq üçün tələsik qərarlar verməkdən qaçınmalısınız. Maliyyə məsələlərində gəlir və xərc balansını yenidən nəzərdən keçirmək üçün əla vaxtdır. Gözlənilməz sərmayə təklifləri ilə rastlaşa bilərsiniz, amma hər bir detalı dərindən araşdırmalısınız. Sevgi həyatınızda tərəfdaşınıza qarşı göstərdiyiniz qayğı əlaqənizin təməlini daha da möhkəmləndirir. Münasibətdə olduğunuz insanın ehtiyaclarını dinləmək aranızdakı anlaşılmazlıqları aradan qaldıracaq. Psixoloji tarazlığınızı qorumaq üçün sevdiyiniz bir məşğuliyyətə və ya meditasiyaya vaxt ayırın. Daxili motivasiyanızı yüksəltmək üçün keçmişdə əldə etdiyiniz uğurları xatırlamağınız kifayətdir. Sosial mühitdə yeni tanışlıqlar qurarkən öz təbii cazibənizi ortaya qoyun. Ünsiyyət zamanı qarşı tərəfin fikirlərinə hörmət göstərmək yeni qapılar aça bilər. Gözlənilməz texniki nasazlıqlar iş planlarınızı poza bilər, buna görə də ehtiyat nüsxələr saxlamaq vacibdir. İş yerindəki həmkarlarınızla fikir ayrılıqlarını konstruktiv şəkildə həll etməyə çalışın. Pulla bağlı məsələlərdə qənaətcil yanaşmanız gələcəkdə sizə rahatlıq bəxş edəcək. Romantik münasibətlərdə hər hansı bir məcburiyyət hiss etməmək üçün açıq ünsiyyət qurun. Özünüzə vaxt ayırmaq stresli anları rahatlıqla arxada qoymağa kömək edəcək. Səhhətinizdəki yorğunluq əlamətlərinə diqqət yetirib istirahətə üstünlük verməlisiniz. Gözlənilməz xəbərlər planlarınızda ani dəyişikliklərə səbəb ola bilər, soyuqqanlı olun. Ailə məsələlərində həll olunmamış problemləri müzakirə edib ortaq məxrəcə gəlin. Yaradıcı potensialınızı iş həyatınıza inteqrasiya edərək yeni uğurlara imza ata bilərsiniz. Sosial şəbəkələrdə və ya ictimai çıxışlarda fikir bildirərkən ehtiyatlı olmaqda fayda var. Əkizlər. İntellektual bacarıqlarınızı nümayiş etdirmək üçün qarşınıza çıxan fürsətləri dərhal dəyərləndirin. Karyerada yeni layihələrə başlamaq və ya yeni biliklər əldə etmək üçün əla bir mərhələdir. Maliyyə vəziyyətinizi sabitləşdirmək üçün qeyri-ənənəvi qazanc yollarını araşdıra bilərsiniz. Gözlənilməz xərclərin qarşısını almaq üçün büdcənizi ciddi şəkildə nəzarətdə saxlamalısınız. Sevgi həyatınızda emosional gərginlikləri aradan qaldırmaq üçün səmimi etiraflar edin. Subaylar üçün intellektual cəhətdən uyğun olan bir insanla söhbət etmək çox maraqlı ola bilər. Psixoloji vəziyyətinizi sabit saxlamaq üçün zehni məşqlərə və ya bulmacalara vaxt ayırın. Motivasiyanızı artırmaq üçün yeni bir təhsil və ya kitab oxumaq prosesinə başlayın. Sosial çevrənizdə aktiv olmaq və yeni insanlarla ünsiyyət qurmaq sizə ilham verəcəkdir.
Danışıq bacarığınızı işgüzar görüşlərdə istifadə etsəniz, çox qısa zamanda istədiyiniz nəticəni alacaqsınız. Gözlənilməz dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyətiniz sizi çətin vəziyyətlərdən xilas edəcək. İş yoldaşlarınızla fikir mübadiləsi aparmaq yeni və kreativ ideyaların yaranmasına səbəb olur. Maddi məsələlərdə tələsik qərarlar verməkdən çəkinin, çünki itkilər baş verə bilər. Münasibətlərdə hər hansı bir qısqanclıq və ya anlaşılmazlıq varsa, dərhal dialoqa girin. Daxili narahatlıqları aradan qaldırmaq üçün dostlarınızla söhbət etmək faydalı olacaq. Səhhətinizlə bağlı qida və maye qəbuluna xüsusi diqqət yetirmək məsləhətdir. Gözlənilməz bir səfər və ya görüş planınızda köklü dəyişikliklər yarada bilər. Qohumlar və dostlarla olan əlaqələri möhkəmləndirmək üçün zəng etmək və ya görüşmək yaxşı fikirdir. Karyera inkişafınız üçün dil və ya texniki bacarıqlarınızı təkmilləşdirin. Rəqəmsal dünyada təhlükəsizliyinizə diqqət edin, şəxsi məlumatlarınızı qoruyun. Xərçəng. Karyeranızda uzun müddətdir gözlədiyiniz irəliləyiş üçün uyğun bir atmosfer formalaşır. İş yerində rəhbərliklə olan dialoqlarınızda daha təmkinli və tələsik olmayan mövqe sərgiləməlisiniz. Maliyyə məsələlərində əvvəlki səhvləri təkrarlamamaq üçün büdcənizi yenidən strukturlaşdırmaq lazımdır. Gözlənilməz əlavə xərclərin çıxma ehtimalını nəzərə alaraq qənaət rejiminə keçməyiniz məsləhətdir. Sevgi münasibətlərində tərəfdaşınızın gizli hisslərini başa düşmək üçün ona daha çox vaxt ayırın. Əgər subaysınızsa, keçmişdən gələn bir insanla qarşılaşa və ya mesaj ala bilərsiniz, lakin qərarlarınızda ehtiyatlı olun. Psixoloji olaraq özünüzü dinc və rahat hiss etmək üçün ev şəraitində sakit bir mühit yaradın. Motivasiyanızı yüksək tutmaq üçün hər günün sonunda kiçik qələbələrinizi qeyd edin. Sosial əlaqələrdə yaxın dostlarınızla keçirdiyiniz vaxt sizə mənəvi enerji bəxş edəcəkdir. Ünsiyyət qurarkən emosiyalarınızı idarə etmək, münaqişələrin qarşısını almaqda əsas rol oynayacaq. Gözlənilməz hadisələr qarşısında panikaya düşmək əvəzinə məsələni soyuqqanlı təhlil edin. İş yoldaşlarınızla aranızda yarana biləcək kiçik fikir ayrılıqlarını açıq şəkildə müzakirə edərək həll edin. Gəlirlərinizi artırmaq üçün yeni iş təkliflərini gözdən keçirmək və araşdırmaq üçün əlverişli zamandır. Sevdiyiniz insanla ortaq hobbilərə vaxt ayırmaq aranızdakı bağları daha da dərinləşdirəcək. Ruhunuzu qidalandırmaq üçün incəsənətə və ya musiqiyə yönəlmək sizə müsbət təsir göstərəcək. Səhhətinizlə bağlı xəbərdarlıqlara diqqət edərək qida rasionunuzda vitaminli qidalara üstünlük verin. Hər hansı bir müqavilə və ya sənəd imzalayarkən hüquqi cəhətlərə xüsusi diqqət yetirməlisiniz. Ailə üzvlərinizlə keçirəcəyiniz söhbətlər sizə daxili güc və tarazlıq gətirəcəkdir. Gözlənilməz bir səyahət planı ilə qarşılaşa bilərsiniz, lakin qərar verməzdən əvvəl şərtləri dəyərləndirin. Şəxsi inkişafınız üçün yeni kitablar oxumaq və ya seminarlara qatılmaq faydalı olacaq. Şiir. Yaradıcı enerjinizi iş həyatına yönəltməklə rəhbərliyinizin diqqətini çəkə bilərsiniz. Karyera planlamanızda iddialı addımlar atmağın və yeni layihələrə rəhbərlik etməyin əsas zamanıdır. Maliyyə vəsaitlərinizi idarə edərkən riskli addımlardan uzaq durub, daha təhlükəsiz investisiyalara üstünlük verin. Gözlənilməz xərclər yarana bilər, buna görə də ehtiyat fondunuzu hər zaman hazır saxlayın. Sevgi münasibətlərində tərəfdaşınıza qarşı səxavətli və diqqətli olmağınız əlaqələrinizi daha da isidəcəkdir. Subaylar üçün parlaq və xarizmatik bir şəxslə tanışlıq ehtimalı yüksəkdir. Psixoloji vəziyyətinizi tarazlıqda saxlamaq üçün meditasiya və ya idmana vaxt ayırmaq tövsiyə olunur. Motivasiyanızı qorumaq üçün böyük hədəflərinizi kiçik, idarə oluna bilən addımlara bölün. Sosial çevrənizdə liderlik qabiliyyətinizi nümayiş etdirmək üçün yeni tədbirlərdə iştirak edə bilərsiniz. Ünsiyyət zamanı təkəbbürdən uzaq durmaq, ətrafınızdakiların sizə olan rəğbətini artıracaqdır. Gözlənilməz texniki problemlər iş prosesini ləngidə bilər, lakin bu vəziyyət sizin üçün yeni həll yolları tapmağa kömək edəcək. İş yoldaşlarınızla komanda ruhunu qorumaq üçün hər kəsin fikrinə hörmət göstərin. Pul qazanmağın yeni yollarını kəşf etmək üçün təcrübəli insanlardan məsləhət almaq faydalı olacaq. Sevgi həyatınızda yaşanan anlaşılmazlıqları aradan qaldırmaq üçün açıq ürəkli söhbətlər edin. Səhhətinizdəki enerji dəyişikliklərinə qarşı diqqətli olun və fiziki aktivliyinizi nizamlayın. Gözlənilməz təkliflər qarşısında dərhal qərar verməmək, vəziyyəti təhlil etmək lazımdır. Sənədləşmə işlərində diqqəti əldən verməmək, gələcək səhvlərin qarşısını alacaq.
Ailə mühitindəki gərginliyi azaltmaq üçün xoş niyyətli təşəbbüslər göstərin. Özünüzə inamınızı bərpa etmək üçün qazandığınız uğurları tez-tez xatırlayın. Həyatın gözlənilməz sürprizlərinə qarşı çevik olmağı bacarmaq lazımdır. Qız. Analitik düşüncə tərziniz iş həyatında qarşınıza çıxan mürəkkəb məsələlərin həllində sizə kömək edəcəkdir. Karyerada detallara diqqət yetirməklə rəhbərliyin etimadını asanlıqla qazana bilərsiniz. Maliyyə məsələlərində qənaətçil yanaşmanız sizi gözlənilməz böhranlardan qoruyacaq. Gözlənilməz xərclərin qarşısını almaq üçün gündəlik xərclərinizi diqqətlə izləyin. Sevgi münasibətlərində tərəfdaşınıza qarşı tənqidi yanaşmadan uzaq durub, anlayışlı olmağa çalışın. Subaylar üçün sistemli və məsuliyyətli bir insanla tanış olmaq ehtimalı böyükdür. Psixoloji olaraq nizam-intizam və təmizlik sizin üçün daxili rahatlıq mənbəyidir. Motivasiyanızı yüksəltmək üçün hər şeyin öz yerində və qaydasında olmasına diqqət edin. Sosial əlaqələrinizdə etibarlı və məsuliyyətli bir dost kimi tanınmağınız sizi dəyərli edir. Ünsiyyətdə detallara həddən artıq fikir verməmək söhbətin axıcılığını təmin edəcək. Gözlənilməz dəyişikliklərə qarşı planlarınızda ehtiyat variantlar saxlamaq məsləhətdir. İş yerində nizamı qorumaq üçün sistemli yanaşmanızı ətrafınızdakılara da aşılayın. Maddi gəlirlərinizi artırmaq üçün analizlər aparmaq və sərmayələri düzgün bölüşdürmək lazımdır. Sevgi həyatında sabitliyi qorumaq üçün rutin işlərdən bir qədər uzaqlaşıb yeniliklər edin. Səhhətinizlə bağlı pəhriz və ya sağlam qidalanma rejiminizə ciddi əməl edin. Gözlənilməz xəbərlər gündəlik rejiminizdə bəzi düzəlişlər etməyinizi tələb edəcək. Müqavilə və ya sənədlərlə işləyərkən diqqətli olmağınız vacibdir. Ailə məsələlərində praktik həllər tapmaq hər kəsin işini asanlaşdıracaq. Şəxsi inkişafınız üçün yeni tədqiqatlar aparmaq və ya kurslara yazılmaq üçün ideal vaxtdır. Özünüzü psixoloji cəhətdən yükləməmək üçün istirahət fasilələri verin. Tərəzi. Karyerada kompromislərə getmək və sülhsevər yanaşma nümayiş etdirmək sizə üstünlük qazandıracaq. İşgüzar danışıqlarda tarazlığı qorumaqla istədiyiniz nəticəni əldə edə bilərsiniz. Maliyyə məsələlərində tarazlıq yaratmaq üçün gəlir və xərclərinizi ciddi nəzarət altında saxlayın. Gözlənilməz maliyyə xərclərinin qarşısını almaq üçün lazımsız alış-verişdən çəkinin. Sevgi münasibətlərində tərəfdaşınızla harmoniyanı qorumaq üçün hər kəsin fikrinə hörmət edin. Subaylar üçün cazibədar və estetik zövqü olan bir insanla tanışlıq gözlənilir. Psixoloji olaraq harmoniya və gözəllik axtarışınız motivasiyanızın əsasını təşkil edir. Motivasiyanızı bərpa etmək üçün gözəl bir mühitdə və ya incəsənət mərkəzində vaxt keçirin. Sosial əlaqələrinizdə diplomatik yanaşmanız sayəsində hər kəsin sevimlisinə çevriləcəksiniz. Ünsiyyətdə münaqişələrdən qaçmaq əvəzinə məsələləri diplomatik yolla həll edin. Gözlənilməz bir vəziyyətlə qarşılaşdığınızda tərəflər arasında vasitəçi rolunu oynaya bilərsiniz. İş yoldaşları ilə əməkdaşlığı inkişaf etdirmək yeni layihələrin uğuruna təsir edəcək. Maliyyə tərəfdaşlıqlarında hər bir şərti dəqiqləşdirmək gələcək problemlərin qarşısını alacaq. Sevgi həyatınızda tarazlığı tapmaq üçün həm öz, həm də qarşı tərəfin istəklərini balanslaşdırın. Səhhətinizlə bağlı balanslı qidalanma və yuxu rejiminə diqqət etmək vacibdir. Gözlənilməz qonaqlar və ya tədbirlər planlarınızda bəzi dəyişikliklərə səbəb ola bilər. Sənədləşmə işlərində hüquqi cəhətlərə diqqət yetirmək zəruridir. Ailə problemlərinin həllində ədalətli və neytral mövqe tutmağınız hər kəsi məmnun edəcək. Şəxsi inkişafınız üçün estetik və ya yaradıcı sahələrdə biliklərinizi artırın. Psixoloji narahatlıqları aradan qaldırmaq üçün sakitləşdirici mühitdə olun. Gələcək planlarınızı qurarkən ətrafınızdakı insanların fikirlərini də nəzərə alın. Əqrəb. Karyerada qərarlılığınız və dərin təhlil bacarığınız sayəsində irəliləyiş əldə edəcəksiniz. İşgüzar məsələlərdə sir saxlamaq və strategiyanızı gizli tutmaq uğur gətirə bilər. Maliyyə məsələlərində riskli təklifləri araşdırmadan qəbul etməməyiniz məsləhətdir. Gözlənilməz xərcləri qarşılamaq üçün ehtiyat maliyyə resurslarınızı gözdən keçirin. Sevgi münasibətlərində ehtiraslı və dərin hisslər ön planda olacaq, tərəfdaşınızla yaxınlaşacaqsınız. Subaylar üçün sirli və cazibədar bir şəxslə tanış olmaq ehtimalı olduqca yüksəkdir. Psixoloji cəhətdən daxili gücünüzü və transformasiya qabiliyyətinizi önə çıxaracaqsınız. Motivasiyanızı bərpa etmək üçün gizli qalan məsələləri aydınlaşdırmağa çalışın.
Sosial əlaqələrdə seçici davranmaq ətrafınızdakı etibarlı insanları qorumağa kömək edəcək. Ünsiyyət zamanı səmimi və birbaşa olmağınız qarşı tərəfdə güvən yaradacaqdır. Gözlənilməz dəyişikliklərə qarşı hazırlıqlı olmaq psixoloji gərginliyi azaldacaq. İş yerində rəqabət mühitində qalib gəlmək üçün strategiyanızı yenidən nəzərdən keçirin. Maliyyə məsələlərində gizli detallara diqqət yetirmək sizi böyük itkilərdən qoruyacaq. Sevgi həyatında tərəfdaşınıza qarşı qısqanclıq hissini idarə etməyiniz vacibdir. Səhhətinizlə bağlı stressin təsirlərini azaltmaq üçün təmiz hava və idmana üstünlük verin. Gözlənilməz xəbərlər həyatınızda köklü dönüş nöqtəsi yarada bilər. Sənədləri imzalayarkən hər bir bəndi diqqətlə oxumaq zəruridir. Ailə sirlərini qorumaq və daxili məsələləri kənara çıxarmamaq məsləhətdir. Şəxsi inkişafınız üçün psixologiya və ya tədqiqat sahələrində araşdırmalar aparın. Daxili gücünüzə inanaraq çətinliklərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Ətrafınızdakı mənfi enerjili insanlardan qorunmaq üçün özünüzə sərhəd qoyun. Ox atan. Karyerada yeni üfüqlər açmaq və xarici əlaqələri genişləndirmək üçün əla vaxtdır. İşgüzar səyahətlər və ya beynəlxalq layihələr karyeranızı yeni səviyyəyə qaldıra bilər. Maliyyə məsələlərində genişlənmə və yeni qazanc yolları axtarışına çıxa bilərsiniz. Gözlənilməz xərclərdən qaçmaq üçün riskləri düzgün qiymətləndirin və büdcənizə nəzarət edin. Sevgi münasibətlərində sərbəstliyə və macəralara üstünlük vermək əlaqələrinizi rəngləndirəcək. Subaylar üçün fərqli mədəniyyətdən və ya ölkədən olan biri ilə tanışlıq ehtimalı mövcuddur. Psixoloji olaraq optimist və azad ruhlu olmağınız motivasiyanızın əsasını təşkil edir. Motivasiyanızı yüksəltmək üçün yeni hədəflər müəyyənləşdirin və gələcəyə inamla baxın. Sosial əlaqələrinizdə insanlara ilham vermək və ətrafınızı genişləndirmək xoşunuza gələcək. Ünsiyyət zamanı səmimi və açıq fikirli olmağınız yeni dostluqlar qazanmanıza səbəb olacaq. Gözlənilməz hadisələr planlarınızda ani dəyişikliklər yaratsa da buna uyğunlaşmağı bacaracaqsınız. İş yoldaşlarınızla təcrübə mübadiləsi aparmaq hər iki tərəf üçün faydalı olacaqdır. Pulla bağlı məsələlərdə israfçılıqdan qaçmaq gələcək maliyyə azadlığınızı təmin edəcək. Münasibətlərdə tərəfdaşınızla ortaq səyahət planları qurmaq aranızdakı bağları möhkəmləndirəcək. Səhhətinizlə bağlı açıq hava idman növlərinə və aktivliyə üstünlük verin. Gözlənilməz təkliflər və ya dəvətlər sizin üçün yeni fürsətlər qapısı aça bilər. Sənədləşmə işlərində xarici tərəfdaşlarla olan razılaşmalara xüsusi diqqət yetirin. Ailə məsələlərində yeniliklərə açıq olmaq və müsbət düşünmək hər kəsə təsir edəcək. Şəxsi inkişaf üçün fəlsəfə, təhsil və səyahət mövzularına yönəlmək məsləhətdir. Daxili narahatlığı aradan qaldırmaq üçün təbiət qoynunda vaxt keçirin. Həyatın sizə təqdim etdiyi imkanları dəyərləndirmək üçün cəsarətli olun. Oğlaq. Karyerada nizam-intizam və məsuliyyətli yanaşmanız sizi hədəflərinizə daha da yaxınlaşdıracaq. İşgüzar layihələrdə uzun müddətli strategiyalar qurmaqla rəhbərliyinizin etimadını qazanacaqsınız. Maliyyə məsələlərində etibarlı və təhlükəsiz üsullara üstünlük vermək gələcək sabitliyinizi qoruyacaq. Gözlənilməz xərclərdən qorunmaq üçün qənaətcil büdcə planlamasını tətbiq edin. Sevgi münasibətlərində tərəfdaşınızla ciddi və məsuliyyətli addımlar atmaq vaxtı gəlib çatıb. Subaylar üçün karyera mühitində tanış ola biləcəyiniz ciddi bir insan diqqətinizi çəkəcək. Psixoloji olaraq məsuliyyət hissi və hədəflərə çatmaq motivasiyanızın əsas mənbəyidir. Motivasiyanızı qorumaq üçün hər bir işinizi planlı şəkildə və vaxtında yekunlaşdırın. Sosial əlaqələrinizdə etibarlı və ciddi bir mövqe nümayiş etdirməyiniz insanlarda güvən yaradacaq. Ünsiyyətdə təmkinli və ölçülüb biçilmiş sözlərdən istifadə etmək problemlərin qarşısını alacaq. Gözlənilməz problemlər yarandıqda soyuqqanlı təhlil qabiliyyətinizi işə salmalısınız. İş yerində nizamı və dəqiqliyi qorumaq üçün həmkarınıza dəstək olun. Maliyyə gəlirlərini artırmaq üçün sənaye, tikinti və ya idarə etmə sahələrini dəyərləndirin. Sevgi həyatında hisslərinizi açıq ifadə etmək aranızdakı sərhədləri aradan qaldıracaq. Səhhətinizlə bağlı yorğunluq əlamətlərinə diqqət edərək vitamin və istirahətə vaxt ayırın. Gözlənilməz dəyişikliklər karyera planınızda bəzi düzəlişlər etməyinizi tələb edə bilər. Sənədlərinizdə hər hansı bir hüquqi detalı nəzərdən qaçırmamaq çox vacibdir. Ailə üzvlərinizlə məsuliyyətləri bölüşdürmək hər kəsə rahatlıq gətirəcəkdir.
Şəxsi inkişaf üçün idarə etmə və ya maliyyə sahəsində yeni kurslar keçə bilərsiniz. Psixoloji tarazlığı qorumaq üçün gündəlik meditasiya və ya səssiz mühit axtarın. Gələcək planlarınızı adımla-adım həyata keçirmək üçün ideal bir mərhələdir. Dolça. Karyerada innovativ ideyalar və qeyri-ənənəvi yanaşmalar sayəsində fərqlənəcəksiniz. İşgüzar yeniliklər və texnoloji layihələr sizi rəqiblərinizdən bir addım qabağa aparacaq. Maliyyə məsələlərində qeyri-adi qazanc yolları və ya rəqəmsal investisiyalar diqqətinizi çəkə bilər. Gözlənilməz xərclərin qarşısını almaq üçün texnoloji avadanlıqlarınızı qoruyun. Sevgi münasibətlərində azadlığa və fərdi yanaşmaya dəyər vermək əlaqələrinizi canlandıracaq. Subaylar üçün qeyri-adi mühitdə və ya sosial şəbəkələrdə tanışlıq ehtimalı yüksəkdir. Psixoloji olaraq yeniliklərə və gələcəyə olan marağınız motivasiyanızın təməlidir. Motivasiyanızı yüksəltmək üçün yaradıcı və orijinal layihələrə başlamaq məsləhətdir. Sosial əlaqələrinizdə dostlarınızla birlikdə ictimai layihələr və ya qrup işləri apara bilərsiniz. Ünsiyyət zamanı orijinal fikirlərinizi bölüşməkdən çəkinməyin, çünki bu dəyər görəcəkdir. Gözlənilməz dəyişikliklərə qarşı çevik olmaq sizi qeyri-adi vəziyyətlərdən qurtaracaq. İş yoldaşları ilə fikir mübadiləsi apararaq yeni və kreativ ideyaların təməlini qoyun. Pul qazanmaq üçün alternativ və rəqəmsal üsulları araşdırmaqda fayda var. Münasibətlərdə tərəfdaşınızla dostluq münasibətlərini qorumaq əlaqəni möhkəmləndirəcək. Səhhətinizlə bağlı sinir sisteminizi qorumaq üçün gərginlikdən uzaq durun. Gözlənilməz xəbərlər planlarınızda qeyri-adi dəyişikliklərə səbəb ola bilər. Sənədlərlə bağlı işlərdə rəqəmsal təhlükəsizliyinizə xüsusi diqqət yetirin. Ailə məsələlərində ənənəvi qəliblərdən çıxıb daha müasir yanaşmalar tətbiq edin. Şəxsi inkişafınız üçün texnologiya, elm və ya astronomiya sahələrini öyrənin. Psixoloji olaraq azadlığınızı hiss etmək motivasiyanızı dərhal artıracaqdır. Ətrafınızdakı mənfi və məhdudlaşdırıcı insanlardan uzaq durmaq zəruridir. Balıqlar. Karyerada yaradıcı və intuitiv bacarıqlarınızı işə salmaqla böyük uğurlar qazanacaqsınız. İşgüzar layihələrdə xəyal gücünüzdən istifadə etmək fərqli nəticələr əldə etməyinizə səbəb olacaq. Maliyyə məsələlərində intuisiyanıza güvənərək sərmayələrinizi düzgün istiqamətləndirə bilərsiniz. Gözlənilməz xərclərin qarşısını almaq üçün pul məsələlərində reallıqdan uzaqlaşmayın. Sevgi münasibətlərində romantik və dərin hisslər əlaqələrinizi daha da zənginləşdirəcək. Subaylar üçün ruhən və daxilən yaxın hiss edəcək bir insanla tanışlıq gözlənilir. Psixoloji olaraq empatiya və daxili sakitlik axtarışınız motivasiyanızın əsasıdır. Motivasiyanızı artırmaq üçün hər hansı bir yaradıcı fəaliyyətə və ya sənətə başlamaq yaxşı fikirdir. Sosial əlaqələrinizdə insanlara kömək etmək və dəstək olmaq sizə mənəvi rahatlıq gətirəcək. Ünsiyyətdə qarşı tərəfin hisslərini başa düşməyə çalışmaq əlaqələrinizi möhkəmləndirəcək. Gözlənilməz hadisələr zamanı emosional reaksiya vermək əvəzinə daxili səsinizə qulaq asın. İş yoldaşlarınızla aranızda yaranan problemləri incəliklə və sülh yolu ilə həll edin. Maliyyə məsələlərində itkilərin qarşısını almaq üçün təcrübəli insanlarla məsləhətləşin. Sevgi həyatında tərəfdaşınızın ehtiyaclarına qarşı həssas olmaq aranızdakı bağı gücləndirəcək. Səhhətinizlə bağlı ayaqlarınıza və istirahətinizə xüsusi diqqət yetirməlisiniz. Gözlənilməz xəbərlər daxili dünyanızda bəzi dalğalanmalara səbəb ola bilər. Sənədlərlə işləyərkən diqqəti əldən verməmək üçün dəfələrlə yoxlamaq lazımdır. Ailə məsələlərində şəfqətli və anlayışlı mövqe tutmağınız hər kəsə xoş gələcək. Şəxsi inkişafınız üçün fərdi inkişaf və meditasiya seminarlarına qatılın. Psixoloji olaraq dəniz kənarında və ya sakit mühitdə olmaq sizə enerji verəcək.